Hər birinizə salam, səhvəmin dəyərli izləyiciləri. Aparıcı Çinarə Əliyeva həyat yoldaşı Ruslan doktor və anası ilə yeni paylaşımlar edib. Sözə edən görüntüləri təqdim edirəm, buyurub izləyə bilərsiniz. Yeni paylaşımları, xəbərləri izləmək üçün səhifəmizə abunə olmağı, videolarımızı like etməyi, kanalımıza və bizə dəstək olmağı unutmayın. Hər birinizə təşəkkür edirəm. Sabahınız xeyir. Necəsən mama? Yaxşı qızım. Sabahın xeyir. 8-dən oyaqlar. Mədinəyə görə. Mama Mədinəyə havaya çıxardım. Mənim üçün qəşəng yumurta, çörək bişirib. Sadə yumurtamızı yeyirik. Özümüz üçün. Havada dincəlirik. Bugün yenə işlər görür qadın. Anacan, çox gözəl insansan. Belə uzunsov lobiya doğrayan görmüşdünüz. Vallahi bu. Əlimi elə öyrəşdirmişəm. Hə, bu yola verdi tema 4-də mama, hə? Yox. Ya paxt olmasını da eləyir. Çox sağ ol mamuçka. Mama bu günləri lobiya bişirir biz üçün. Pomidorla, soğanla, interesli. Əllərə sağlıq. Vallahi görürlər Özbək çörəyi bişirirsən, görürlər yeməklər bişirirsən, fəsərli. Amma bəziləri var özlərini görməməzliyə burada, bilirsən. Kim? Ad çəkmirik. Əsla. Bilən bildim. Uşaq olandan sonra bununla baxıyıb gəldi. Şunları doğrayırlar. Bunu kim alıb mama? Sənin qaynına Mehriban. Mehriban Ruslan aldı. Yo. Gör nə qəşəng. Aslında ben almışam. Gör nə qəşəng. Amma gör nə qəşəng. Bu nabatdır. Nabat, hə. Kəllə qəfdir. Ama pulu mamam vermiş de öyle bir şey. Sağ olsun. Bu indi gəldi biz qırmalıyıq. Uşaq olandan sonra deyil, adətən. Çayla içməliyik. Çayla içməlisən. Bilirəm adətən. Arxa fonda məni öldürür, qazan vedrəsə. Xoş gəldin. Bu nə qəşəng stildir səndə. Xoşladım. Yay gəldi biz. Bugün Rugi ilə maraqlı çəkilişlər edəcəyik. Xoş gəldin canım. Adnan. Yine aile yığışı. Hiç yemeğin aramız yoktu ya hayatı boyu. Deməli, çəkilişə gedirəm, hazırlaşmışam bu günləri. 2 dənə əynimdə geyim fikirləşmişəm, amma sizinlə məsləhət almaq istəyirəm. Belə bir çantam var, belə bir dəstim. Bu arada dəstim, 2 dəstim olacaq, ikisi də Midnight'dandır. Belə bir şortdur. İstəyirəm belə bir kablukla geyinim. Saçım belə, makyajım Ayda eləyib Gelux'da. Əfsanə də saçımı eləyib. Saçımı belə havalı elədim, çünki maraqlı bir reklam çəkilişinə gedirəm. İstəyirəm ya belə geyinim, ya da ki, bax bunu geyinim. Bunu da geyinim, bir baxasınız. Belə bir geyim, burada avtomatik saat dəyişir. Əslində makyajım, saçım çox qəşəngdir, amma 2 eynəyin arasında qalmışam, ya bu, ya bu. Bir belə eynək var bu eynəyimlə. Necədir? Belə də ola bilər. Çantam Carlos Cage. Əgər Carlos Cage'dən çantam varsa, bu el ayaqqabım da orada. Bax, belə bir stildə də ola bilərəm. Mənə elə bu da qəşəng görsənir, stilli görsənir. Sizcə